2025-ci il noyabrın 27-sində Bakıda imzalanmış Azərbaycan Respublikası hökuməti ilə İordaniya Haşimlər Krallığı hökuməti arasında 2025-2027-ci illəri üçün elm və təhsil, mədəniyyət və incəsənət, gənclər və idman, arxeologiya, səhiyyə və media sahələri üzrə icra edici əməkdaşlıq proqramı təsdiqlənib. Bölgə TV xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı fərman imzalayıb. Fərmana əsasən icra edici əməkdaşlıq proqramı qüvvəyə mindikdən sonra Nazirlər Kabineti onun müddəalarının həyata keçirilməsini təmin etməlidir. Xarici İşlər Nazirliyi isə proqramın qüvvəyə minməsi üçün zəruri olan dövlət daxili prosedurları yerinə yetirildiyi barədə İordaniya Haşimlər Krallığı hökumətinə bildiriş göndərməlidir. Qeyd edək ki, icra edici əməkdaşlıq proqramı ötən il noyabrın 27-sində Bakıda Azərbaycan Respublikası hökuməti və İordaniya Haşimlər Krallığı hökuməti arasında ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 4-cü iclası başa çatdıqdan sonra imzalanıb. Bu sənəd Azərbaycan ilə İordaniya arasında elm, təhsil, mədəniyyət, arxeologiya, idman, səhiyyə və media sahələrində əməkdaşlığın daha da inkişaf etdirilməsinə imkan yaradacaq. Rəna Rövşən qızı, Bölgə TV.